Salam, hər vaxtınız xeyir. Bugün Güvən Nəşriyyatının 11-ci siniflər üçün tərtib etdiyi sınağın izahına baxırıq. Çiçəkli bitkilərdə spermlər bilavasitə əmələ gəlir. Çiçəkli bitkilərdə spermlər necə əmələ gəlirdi? Tozcuq dənəsinin daxilində mitoz bölünmə nəticəsində vegetativ və generativ nüvələr əmələ gəlirdi. Növbəti mitozda isə vegetativ nüvə qalırdı, amma generativ nüvələrdən 2 ədəd sperm formalaşırdı. Deməli, spermlərin əmələ gəldiyi generativ nüvənin bölünməsindən sonradır. Canlıların əsas həyat xassələrinə aid deyil. Maddələr və enerji mübadiləsi həyatidir. Yaşayış mühitinə uyğunlaşma, bu da həyatidir. Çoxalma, böyümə, inkişaf. Bütün bunlar həyati xüsusiyyətlərə aiddir. Canlılardakı kimyəvi elementlərin cansız təbiətdə olmaması. Bu isə həyati xüsusiyyət deyil. Cümləni tamamlayın. Meyoz bölünmənin ikinci mərhələsi. Ümumiyyətlə, meyoz bölünmə 2 mərhələdən ibarətdir. Fazalar isə profaza, metafaza, anafaza, telofaza. Eynisi həmçinin ikinci mərhələdə baş verir. İndi İkinci mərhələ, ikinci profaza ilə sona çatmır, ikinci ilə başlayır. Yəni, D variantı. İkinci profaza ilə başlayır. Sxemə əsasən doğru bəndi müəyyən edin. Bir membranlı orqanoid verib. A variantına baxıram, L-Holgi kompleksi. Holgi kompleksi bir membranlıdır və plus qoyub təsdiqləyir. Elə doğru variantın budur. B-də M dənəvər endoplazmatik şəbəkə. M-ə minus qoyub, amma dənəvər endoplazmatik şəbəkə həqiqətən də bir membranlıdır. K ribosom, ribosom membransızdır. L hüceyrə mərkəzi, hüceyrə mərkəzdə membransızdır, amma plus qoyub. M lizosom, lizosom bir membranlıdır, amma M-də minus var. Bu da ona görə yanlış olmuş olur. 5. Məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı somatik hüceyrə diploid olur. Anafaza mərhələsinin sonunda 76-dır və bizdə qametin xromosom sayını soruşur. Somatik hüceyrə mitozla bölündüyün nəzərə alsaq, profaza, metafaza, anafaza, telofaza mərhələlərindən keçəcək. Profazada xromosom dəsti 2N-dir, metafazada da 2N-dir, anafazada 4N olur, telofazada yenidən 2N. Deməli, mənə anafazada 76 verdiyi üçün 4N-i 76-ya bərabər eləyirəm. Burada N olmuş olur 19. Canlının bir qametinin xromosom sayı neçədir? Qamet də haploid olduğu üçün elə 19 olmuş olur. Şəkildəki orqanoid də baş vermir. Şəkildə gördüyümüz mitoxondridir. Aktiv sintezi baş verir. Translyasiya, transkripsiya. İkisi də baş verir. Çünki özünə xas DNT-si, RNT-si, ribosomu mövcuddur. Oksigenli tənəffüs də bəli buradadır. Energetik mübadilənin 3-cü mərhələsi. Fotosintez isə xloroplast versəydi ola bilərdi. Sitologiya canlı orqanizmləri hansı səviyyədə öyrənir? Sitoz hüceyrə, logiya, logos elm deməkdir. Yəni, hüceyrə səviyyəsində öyrənir, hüceyrə haqqında elmdir. Hansı mülahizəni ribonuklein turşusunun hər 3 növünə aid etmək olar? RNT-nin ümumiyyətlə 3 növü, məlumat RNT-si, nəqliyyat RNT-si, bir də ribosom RNT-sidir. Və bütün RNT növləri DNT-dən əmələ gəlir. Zülal sintezində iştirak edir. Bəli, hər üçü zülal sintezində iştirak edir. Məlumat RNT-si transkripsiyadan alınır, ribosoma doğru gəlir. Nəqliyyat RNT-si məlumat RNT-si əsasında lazım olan amin turşularını özünə birləşdirib ribosoma gətirir. Ribosom RNT-si də amin turşularından zülalı formalaşdıran orqanoidimizin, yəni ribosomun tərkibindən daxildir. Variant olmuş olur A. Daha sonra orqanoidlərin dil quruluşunda yer alır. Hər orqanoidin quruluşunda yer almır. Amin turşusu daşımaq yalnız nəqliyyat RNT-yə xasdır. 2 zəncirdən ibarətdir heç biri. Translyasiya prosesinin nəticəsində əmələ gəlir heç biri. Amma transkripsiyadan məlumat RNT-si formalaşır.
Fotosintez prosesinin qaranlıq fazasında baş verir. Qaranlıqda. Qlukozanın sintezi, bəli, elə bu qaranlıq fazadan əmələ gəlir. Fotoliz işıqlı fazada olur. Molekulyar oksigendə, ATF sintezində, atomar hidrogenda. Qaranlıq mərhələdən qlukoza sadəcə alınır. Daha sonra sual 10. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Zulal, karbohidrat, lipid. Birincidə galaktoza verib zulala, sonu oza ilə bitənlər karbohidratlı zulal deyil. Glukoza karbohidratlı, glikogen polisaxaridli, lipid deyil. Birinci yanlışdır. İnsulin zulaldır, riboza karbohidratlı, monosaxariddir. Yağlar da lipidlərə daxildir. İkinci doğrudur. Cavabımız da olur B variantı. Laktoza oza ilə bitir və karbohidratlı zulal deyil. Nişasta polisaxariddir, karbohidratdır. Xitin polisaxariddir, lipid deyil. Sistein amin turşusudur. Ribonukleazda sonu aza ilə bitdiyi üçün fermentdir. Fermentlər karbohidrat deyil. Yağ da lipidə aiddir. Lipidlər də burada yağlara aid oldu. Gəlirəm albumin. Albumin zulaldır, bəli. Selluloza karbohidratdır, amma pektin yenə polisaxariddir, lipid deyil. Şəkildə hansı çoxalma forması göstərilmişdir? Şəkildə gördüyümüz göbələkdir və göbələklərdə bu sporla çoxalmanı təmsil edir, olur Y variantı. Sual 12. Verilmiş maddələrdən hansı hüceyrədə üzünün köçürülməsi prosesində əmələ gəlir? Üzünün köçürülməsi dedikdə transkripsiya nəzərdə tutulur və transkripsiyada 2 zəncirli DNT-dən 1 zəncirli məlumat RNT-si əmələ gəlirdi, üzü köçürülürdü. Məsələn, burada DNT-də adenin, stozin yerləşərsə, bir ədəd geni göstərmiş oldum. Adeninin qarşısında 2 qat hidrogen rabitəsi ilə timin, stozinlərin qarşısında isə 3 qat hidrogen rabitəsi ilə guaninlər yerləşməlidir. Daha sonra məlumat RNT-sində çıxardanda timinin qarşısında nə yerləşməlidir? Komplementarı olur adenin, guaninin, yaza bilmədim. Guaninin qarşısında stozin, yenə guaninin qarşısında stozin olmuş olur. Yəni, burada üzün köçürülməsində əmələ gələn məhsul məlumat RNT-si olmuş olur. Genin tərkibində ola bilməz. Gen dedikdə nəzərdə tutulan DNT-dir. DNT-də yerləşən nukleotidlər, məsələn, bayaq göstərdiyim kimi, 3 nukleotid birlikdə bir gen, bir amin turşusu və ya bir triplet olmuş olur. Və DNT-də stozin, guanin, adenin, timin görə bilərəm. Amma urasil yalnız və yalnız RNT növlərində mövcud olur. Daha sonra sual 14. Buradan nə soruşur? Doğru bəndi tapın. Virusları verib bizə. 1. Nuklein turşusu və zulala malikdir. Nuklein turşuları DNT və RNT-dir və virusların DNT-si, RNT-si olur. Həmçinin zulala rast gəlinir. Məsələn, kapsid örtükləri zulal tərkiblidir. Hüceyrəsiz həyat formasıdır. Düzdür. Cavabımız elə 1-2 olur. Evkaryotdur. Evkaryot da deyil, prokaryot da deyil. Ribosomlara malikdir. Ümumiyyətlə heç bir orqanoidi yoxdur. Növbəti sualımız 15. Örtülü toxumu bitkidə en sayda toxumu olan meyvənin əmələ gəlməsi üçün 2 qat məlumatda bilavasitə neçə hüceyrə iştirak etməlidir? Normalda bir toxumun əmələ gəlməsi üçün 4 ədəd hüceyrə iştirak edir. Bu hüceyrələrimizdə hansılar idi? 2 ədəd sperm idi, 1 ədəd yumurta hüceyrə idi, 1 ədəd də mərkəzi hüceyrə. Hansı ki, sonradan bir spermatozoidlə yumurta hüceyrə birləşib rüşeym əmələ gətirirdi. Digər spermatozoidlə mərkəzi hüceyrə birləşib triploid olan endosperm əmələ gətirirdi. İndi bizdə n sayda toxum olan deyir. N sayda toxuma nə qədər 2 qat məlumatda hüceyrə iştirak edər bilmirəm. Buradan da 4n olduğunu tapıram. Cavab olur B variantı. Verilmiş canlılardan hansılarının yumurta hüceyrəsində yumurta sarısının parçalanma prosesi tam getmir? Tam gedənlər, getməyənlər daha doğrusu iri yumurta qoyanlardır.
İri yumurta qoyanlarda parçalanma tam getmir, sadəcə rüşeym diski bölünür, o da quşlar və sürünənlərdə gördüyümüz haldır. Cavab olur E variantı. Yumurtalığın yetişmə zonasına 5 hüceyrə daxil olmuşdursa, sonda əmələ gələn yönəltici cisimciklərin ümumi sayını tapın. Bir ədəd hüceyrə daxil olanda yetişmə zonasına, meyozdan sonra bir ədəd yumurta hüceyrə, 3 ədəd də kiçik yönəltici cisimciklər əmələ gəlirdi. Deməli, bir hüceyrədən 3 ədəd yönəltici cisimcik əmələ gəlir, 5 hüceyrədən neçə yönəltici cisimcik yaranır? Buradan da x-i tapıram, 15. Cavab olur D variantı. Sual 18. Çiçəkli bitkinin diploid xromosom sayı x-dir, yumurta hüceyrənin xromosom sayı 9-dur, mərkəzi hüceyrə də y-dir. Yumurta hüceyrə haploid olur və 9-dur. Mərkəzi hüceyrə 2 haploid hüceyrədən yarandığı üçün diploiddir və diploid dəstə haploidin 9-dursa, diploidin 18 olar. Çiçəkli bitkinin diploid xromosom dəsti, yəni 2N də yenə 18 olar. Çünki haploid dəsti 9-dur. X-in Y-ə nisbətini istəyir, X-im də 18-dir, Y-im də 18-dir. 1-in 1-ə nisbəti olur Y variantı. 19. Nuklein turşuları. Nuklein turşuları dedikdə DNT və RNT, yəni ribonuklein və dezoksiribonuklein turşuları nəzərdə tutulur. İri molekullu təbii üzvü birləşmələrdir. Bəli, hər ikisi. Hüceyrədə yalnız 2 membranlı strukturların tərkibində vardır. Yalnız deyil. Çünki ribosom RNT-sinə ribosomda da rast gələ bilərəm və ribosom sərbəst şəkildə sitoplazmada da mövcuddur. Dənəvər endoplazmatik şəbəkədə də var, hansı ki bir membranlıdır, ona görə 2 yanlışdır. İrsi məlumatların saxlanılması və ötürülməsini təmin edir. Hər ikisində genetik məlumatlar saxlanır. Eyni növ monomerlərdən təşkil olunmuşdur. Xeyr, cavabımız 1-3 olur. İndi monomerlərə baxaq. DNT-də nukleotidlərə baxsaq, adenin, dezoksiriboza, ortofosfat, timin, dezoksiriboza, ortofosfat, stozin, dezoksiriboza, ortofosfat və guanin, dezoksiriboza, ortofosfat. Bu 4 növ nukleotiddən təşkil olunub DNT. RNT-də isə adenin, riboza, ortofosfat, urasil, riboza, ortofosfat, stozin, riboza, ortofosfat, bir də guanin, riboza, ortofosfat. Bu 4 növ nukleotidə də RNT-də rast gəlinir. Aradakı fərqə baxsaq, heç də adenin, stozin, guanin, azot əsası hər ikisində var deyə həmin nukleotidlər də eynidir deyə bilmirik. Çünki bu nukleotidlərin pentozaları fərqlidir. DNT olanlarda dezoksiriboza olduğu halda RNT nukleotidlərində riboza şəkərinə rast gəlinir. Yəni eyni növ monomer deyil. Euler-Venn diaqramına əsasən X və Y-i müəyyən edin. X, 3 və 5. İrsi məlumatların daşıyıcısıdır və 2 polimer zəncirdən ibarətdir. Avtomatik bu yalnız DNT ola bilər. B, S, Y getdi. Sonra Y-ə 4-ə aid edilib, ribosomun əsas tərkib hissəsidir. Ribosom zulallardan və ribosom RNT-sindən ibarətdir. A-da məlumat RNT-si də olmaz, burada ribosom RNT-sidir. Variant olur D. Səhv mülahizəni müəyyən edin. Mitoxondrilərə malik hüceyrədə xloroplast ola bilər. Məsələn, ali bitki hüceyrəsidir, xloroplastı var. Mitoxondridə görə bilərəmmi? Bilərəm. Xloroplastlar nuklein turşularına malikdir. Xloroplastlar 2 membranlı olduğu üçün nuklein turşularına, yəni DNT və RNT-yə sahibdir, bəli. Xloroplastlara yaşıl rəng verən xlorofil pigmentidir. Düzdür. Mitoxondrilərin daxili hissəsi stroma adlanır. Daxili hissəsi stroma adlanan xloroplastı, mitoxondrilərdə isə matriks adlanır. D yanlışdır. Xloroplastlar 2-yə bölünmə yolu ilə çoxala bilir, həmçinin mitoxondridə çoxala bilər. Sual 22. Deməli, xromosomları təşkil edən xromatidlərin bir-birindən ayrılaraq bölünmə və tərəfindən hüceyrənin qütblərinə çəkildiyi fazı. Qütblərə çəkilmə fazası anafazada olur və anafazanı D-də görürəm.
Çünki bu vətər telləri 2 qütbə doğru çəkmiş olur. Daha sonra 23. Deməli, DNT molekulunda hidrogen rabitələrinin sayı 38.000, timin nukleotidlərinin sayı 7.000, nukleotidlərin ümumi sayı x-dır. DNT molekulumu göstərirəm və burada 7.000 timin varsa, 7.000-də adenin olmuş olur. Aralarında da 2 qat hidrogen rabitəsi olduğu üçün buradakı hidrogen rabitəsi bərabərdir 14.000-ə. Ümumi hidrogen rabitəsindən 14.000-i çıxanda burada qalır 28.000 hidrogen rabitəsi. Bu 28.000 hidrogen rabitəsi də guaninlə sitozinin arasındadır. Və onların arasında 3 qat hidrogen rabitəsi olduğu üçün 28.000-i 3-ə bölürük və alırıq. Burada səhv çıxmışam, 24.000-dir. 3-ə böləndə alırıq 8.000. Bu 8.000 guanin və sitozinin sayıdır. Ümumi nukleotid sayı soruşduğu üçün 7.000 burada, 7.000 burada. Adeninlə timin elədi 14.000 plus 8.000 guanin, 8.000 sitozin. Bu da oldu 16.000. Ümumi nukleotid sayımız olur 30.000. Hidrofil üzvü maddələri seçin. Hidroz, su, fileo, sevirəm deməkdir. Yəni, su sevən üzvü maddə axtarırıq. Selluloza polisaxariddir. Hidrofil deyil, hidrofobdur. Glukoza üzvü maddədir və hidrofildir. Yağ üzvü maddə olduğu halda hidrofobdur. Fruktoza karbohidratdır və hidrofildir. Natrium xlorid hidrofil olduğu halda üzvü maddə deyil. Ona görə də yalnız 2 və 4-ü götürürük. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Parçalanma mərhələsində 4 blastomer əmələ gəlmişdir. Bu bir hüceyrə bir dəfə uzununa mitoz yolla bölünür, əmələ gətirir 2 hüceyrəli bu şəkildə 2 blastomer hüceyrəsi. Növbəti bölünmə yenidən uzunladı, ilk 2 bölünmə uzunluğa baş verirdi və bu səfər əmələ gəlir 4 blastomer. Artıq bundan sonraki bölünmələr n-ə doğru gedəcək. N-ə uzunluğa, n-ə uzunluğa. Deyir, bu zaman neçə blastomer hansı yolla, hansı istiqamətə bölünüb? 2 ədəd blastomer mitoz yolla və uzunluğuna istiqamətdə bölünmüş olub. Ən son 4 dənə əmələ gələndə 2 blastomer mitoz yolla uzunluğuna istiqamətdə bölünüb. Çox hüceyrəli heyvan orqanizmində qametogenezin mərhələlərinin baş vermə ardıcıllığı. Birinci baş verən çoxalmadır, mitoz. Sonra interfazadır, burada böyümə baş verir. Ən sonda yetişmədə meyoz olur və qametlər formalaşır. Uyğunluğu müəyyən edin, xemosintez, fotosintez. Bitkilərdə baş vermir. Bu xemosintezdir, çünki yalnız bakteriyalarda ola bilər. A hərfim çox çəkin oldu. Prokaryotlarda baş verə bilər. Prokaryotlar bakteriyalardır və həm homotrof, həm fototrof bakteriyalar var. Ona görə B-ni ortaya yazıram. Bu arada bütün qidalanma üsullarından, yəni avtotrof qidalanmanın fototrof və hemotrof növündən, heterotrof qidalanmanın da saprofit və parazit növlərindən hamısından, yəni 4 qidalanma formasından istifadə edə bilən yeganə aləm bakteriyalar aləmidir, yəni prokaryotlardır. Çox hüceyrəli heyvanlarda baş verə bilməz. Nə fotosintez baş verə bilməz, nə xemosintez. Ona görə bu da ortaqdır. Qırmızı və yaşıl bakteriyalarda baş verə bilər. Bunlar fotosintetik bakteriyalardır. Fotosintez baş verə bilər. Amma oksigen qazı xaric etmirlər. Evkaryotlarda baş verə bilməz. Evkaryotlarda xemosintez verə bilməz. Çünki prokaryotlarda mövcuddur. Gəlirik situasiya suallarına. Adenin, riboza, 3 ədəddə ortofosfat turşusu qalığı görürəm. Deməli, tədqiqatçılar çox hüceyrəli heyvan orqanizmində
qlikoliz prosesinin gedişini öyrənərək quruluş sxemi verilmiş maddənin necə sintez olunduğunu müəyyən etdilər. Bu maddənin adını tapın. Azot əsası olaraq adenin var, pentoz olaraq ribozası var və 3 ədəd ortofosfat turşusu var. Deməli, adenozin trifosfatdır. Bu prosesin yekun tənliyinə əsasən reaksiyaya daxil olan maddələri yazın. Glikolizdə reaksiyaya daxil olanlar glikozadır, C6H12O6, daha sonra adenozin difosfatdır, yəni ADF-dir, bir də H3PO4-dür. Cavabımız budur. Amma alınanları da yadımıza salası olsaq, süd turşusu alınırdı, C3H6O3, ATF alınırdı, bir də su alınırdı. Bunlar da molu əmsalı 2 idi. Ümumi ayrılan enerji miqdarı da 200 kJ enerji idi. Bunun 80 kJ ATF enerjisi şəklində depolandığı halda 120 kJ istilik şəklində ayrılırdı. Bu proses nəticəsində 480 kJ enerji istilik şəklində ayrılmışsa, neçə mol su əmələ gəldiyinin həllini yazmaqla hesablayın. Deməli, burada da qeyd etdim. Dedim 200 kJ enerjinin 120 kJ istilik şəklində ayrıldığı zaman əmələ gələn suyun molu 2 mol oldu. 480 kJ enerji istilik şəklində ayrılarsa nə qədər su yaranar? Buradan da x-i tapırıq, 8 mol. Cavabımız olur 8 mol su. Bugünlük test izahımız bu qədər. Növbəti izahlarda görüşmək üzrə.